bu gözəl məclisdə Borçalı cəmiyyətinin ən fəal üzvlərindən biri olan, hər bir vaxt Borçalı cəmiyyətində özü cənubdan olsa da ürəyi canı Borçalılarla bir yerdə olan gözəl şairimiz Şərafəddin İlkinə söz veririk. Cənublu olsam da, o vaxt rəhmətli Cəmal Mustafayev mənim tədbirimdə Ağalar Bayramova dedi ki, sən artıq Ağalar Bayramov yox, əməkdar artistimizə sən oldun Ağalar Borçalı. İndi biz də səni Şərafəddin Borçalı eləmişdik. Çox sağ olun, mən bu addan məmnunluq duyuram və fəxr edirəm ki, Borçalılar məni özünə doğma bilir, necə ki, mən onları özümə doğma bilirəm. Deməli, Elşad müəllim, balaca bir rolik hazırladır anons üçün, Saadat xanım üçün. 3 dəfə televiziyaya göndərdim. Heç vaxtı düz yazmalar, gah 65 yazmalar, gah 70 yazmalar. 4 dəfə, 5 dəfə. O 100% sayılaca müdaxilə edeyim. 75 yaşı yoxdur, 70 yaşı yoxdur, bəlkə də 65 yaşı var. Həmlalıq istəyirəm. Mən də istəyirəm bir şeylə Saadat xanımı təbrik edeyim. Ozanların dil ötən salısan, məclislərin söhbətisən, sözüsən, sözü bütöv mərd kişinin qızısan, yoxdur sənə sədaqətdə pay tutar. Ömür yolun olubsa da çox çətin əyilmədin, dayanmışsan sən mətin, gözəlliyin tanrı verən qismətin, sən də bizim butamızsan, ay buta. Ötən günlərdə düşürmü yadına, verdin ömrü bir sevginin badına, sən yetirdin Zəlimxanın dadına, sən verirdin harayına, hay buta. Xəyalla İsmətin üzündə pərdə, namərdi, naqisi salmışsan dərdə. Şeirlərin dastan olub dillərdə, qəlbin geniş, təbin coşqun çay qutar. Gen dünyanı başına dar eləmə, düzlüyünlə tanınmışsan aləmə. Yetər daha, boyun əymə ələmə, indən belə xoş günləri say qutar, yoxdur sənə sədaqətdə tay qutar. Bizim Borçalı cəmiyyətinin bir hədiyyəsi var. Mən xahiş edirəm bizim ofis rəhbərimiz Saadat xanımdan gəlsin. Mən o hədiyyəni də sizə təqdim etmək istəyirəm. Belə bir Hər zaman olduğu kimi yenə Borçalı cəmiyyəti gözəl şairlərimizi bax beləcə Saadətin həm saçı ağarır, həm də üzü ağardır xalq yanında, millət yanında. Elə insan var deyirlər ki, saqqalı ağarıb, amma saqqalı olmur. Ona görə sağ olay Saadət. Sən böyük şairsən, sən Zəlimxan elə belə demədi, dedi sən dövrümüzün Xurşudbanın atavanısan. Bunu əgər şair Zəlimxan Yaqub deyibsə, bu artıq möhürdür. O möhürü heç kim silə bilməz. Ona görə də Saadət Quta belə bir söz deyib. Saadət Quta deyir ki, Tehran cənnət olsa qaynamaz qanım, Roma ola bilməz canımda canım, bağrı parçalanmış Azərbaycanın tək Qarabağını gətirin mənə. Və Azərbaycan şəhidləri Saadət Qutuya Qarabağı hədiyyə gətirdilər 75 illik yubileyinə. Gəlin onları bir almışlayaq, o qazilərimizi bir almışlayaq.